Deməli, dağlar qoynundakı bu kəndə 8-10 kilometrlik torpaq yolu getməyə hər sürücü ürək eləmir. Yanında çamadan, ağaca söykənmiş bu cavan oğlan deyəsən kəndə getmək üçün maşın gözləyirdi. Deməli, Akif onun yanında dayandı. Oğlanı maşına götürdü. Yol boyu dil boğaza qoymadan danışan Akif tezliklə bu nabələd oğlanın gəlişinin səbəbini də öyrəndi. Kənd məktəbinə yeni təyin olunan müəllim imiş. Gənc müəllim maşın atılıb düşdükcə oturacaqdan möhkəm yapışır, tarazlığını saxlamağa çalışırdı. Yollar qıvrıla-qıvrıla yuxarı qalxırdı. Təbiətin bu dilbər cuşəsi elə kövrək hisslər oyadırdı ki, ağacların arasından tüstü burula-burula qalxır, meşənin üstünə yayılırdı. Deyəsən, bugün istirahətə gələnlərin sayı çox idi. Akif üzünü müəllimə çevirdi. Yol yarası ağır olur. Yollar da insan həyatı kimidir. Hamarına az rast gəlirsən, kələ-kötürü daha çoxdur. Tək yollar deyil, hara baxırsan nə isə məcbur eləyir insanı düşünməyə. Düşürsən ki, hər addımda qaynayan bu ayna bulaqlar niyə boş-boşuna axsın? Üstəlik suyu da yolu dağıtsın. Yaxud bax bu yol qırağındakı kötüklər vaxtilə ağac olublar. Kimin əli gəlib onlara qaymaq? Müəllim danışmır, ətrafı seyr edir, Hərdəbin əlindəki qəzetə baxırdı. Birdən qəzetdən yüksək səslə məlumat oxudu. Filippin adalarında 10 il ərzində ağaclar qırılmış, təbiət dəyişmişdi. Təbiətin əvvəlki müvazinətini bərpa etmək üçün adalarda 10 yaşı ötmüş, bel tutmağa qadir hər kəs 5 il ərzində ində bir tik bastırıb ona qulluq eləməyə başlamışdır. Maşın qəfildən dayandı. Ocağı da belə qoyub gedərlər, ay vicdansızlar. Akif hisslə yerə atıldı və ayağı ilə ağaclardan birinin altında yanmaqda olan ocağı söndürməyə başladı. Müəllim, bu yerlər əlavə bəzək-düzək istəmir. İstəyir ki, onun qiymətsiz gözəlliyini qoruyub saxlayasan, deyə Akif sınayıcı nəzərlərlə oğlanın üzünə baxdı. Yola davam etdilər. Müəllim ağzını açmırdı. Akif sezdi ki, deyəsən gənc oğlan belə problemlərə münasibətdə onun hansısa əməlindən və ya hərəkətindən razılıq hissi keçirir. Bu fikir onu məktəb illərinə apardı. Məktəbdə təhsil alanda müəllimləri onun gələcəyinə böyük ümid bəsləyirdilər. Ancaq atası maşın alınca bütün fikri maşına düşdü. Dərslərə məsuliyyətsiz yaxınlaşmağa başladı. Məsuliyyətsiz yaxınlaşmağa? Bütün fikri maşına düşdü. Norma pozuntusu var. 100% bunu soruşur ki, düzəlt. Deməli. Deməli. Bütün fikri maşına düşdü. Fikri düşmək olmur ha. Bu düzəlməlidir. Bütün fikri maşına yönəldi olar. Bütün fikri... Bəli, o da var. Bütün fikri maşına yönəldi. Dərslərə məsuliyyətsiz yanaşmağa başladı. Bu ikisini düzəltməlisiniz. Ancaq atası maşın alınca bütün fikri maşına yönəldi. Dərslərə məsuliyyətsiz yanaşmağa başladı. Bu iki sözü bu cürünə dəyişirsiniz. X yoxdur kimi 5 bal cibizdədir. Bilmirəm dayı. Neçənci sual edirsə, o sual da getdi. Deməli, sonra bir də ayıldı ki, yük maşının sürücüsüdür. Sonra da ailə uşaq. İndi o günləri yadına salanda mütəəssir olur. Kəndə gəlib çatdılar. Müəllimin məktəbin qabağında düşünəndə Akif dedi. Sizə bir sualım var, müəllim. Buyurun, mən təhsilimi davam etdirə bilərəmmi? Yol mühəndisi olmaq istəyirəm. Gənc müəllim məmnun halda onun üzünə baxdı. Akif olduqca qətiyyətli görünürdü. Hiss olunur ki, Akif nə etmək istəyir? Təhsil almaqdan israrlıdır. Baxırıq 161-ci suala. Akif gənc müəllimi maşına mindirir. Nəticədə nə olur? Amma uyğunsuzluğu istəyir, ha. Ona görə diqqətli olun. Nəticədə oğlan müəllim olduğunu öyrənir. Bu düzdür, maşına mindirəndən sonra öyrənir. Biri müəyyən eləmək olur. Bunlar getdi. Müəllim Akiflə söhbətində onun haqqında xeyli məlumat öyrənir. Akif heç danışmır axı demək olar ki. Ona görə çox... Akif yox, gənc müəllim heç danışmır deyənə, Akif haqqında heç nə öyrənmir demək olar. 2. Başqa ölkədə də təbiətlə bağlı problem olduğunu öyrəndi. Bu düzdür. Çünki orada deyir ki, bilmirəm hansısa yadımdan çıxdı. Orada da deyir ağacları kəsirlər, amma tinki bastırmalıdırlar filan. Qəlbində yeni arzular baş qaldırdı. Bəli, maşına mindirdi
Müəllimi görəndən sonra yol mühəndisi olmaq istəyir axı. Görürsüz, axırda deyir ki, mən təzədən təhsilimi davam etdirə bilərəm. Müəllimi görür, həvəslənir, deyir, mən də oxuyum. Yanan ocağı söndürdü. Yəni, bilirsiniz necə, maşına mindirdi, yanan ocağı da söndürdü, okey. Amma mindirməsinin nəticəsində yanan ocağı söndürmür. 2-5 cavab olur D variantı. 162. Məcazi mənalı sözlərin deyir sayı daha çoxdur. Bir-bir saymaq məcburiyyətindəyik. Getdik. Tək yollar deyil. Hara baxırsan, nə isə məcbur eləyir insanı düşünməyə. İnsanı düşünməyə məcbur eləmək. Burada məcazi yoxdur. 0. Kvadrat. Təbiədir 0. Dairə. Təhsil alanda böyük ümid bəsləmək. 3 dənə. Bir də ayıldı ki, yük maşınının sürücüsüdür. İndi o günləri yada salanda mütəəssir. Yada salanda bir dənə aşağı kvadratda 0. Ən çox hansındadır? Dairədə. 0, 0, 3, 0, 1. 3 olan dairə. Görək. Dairə, o da gəlir düşür D variantına. Gəldik, çıxdıq 163-ə. Deyir ki, mətnə görə doğrudur, yanlışdır, yoxsa ehtimaldır. Akif orta təhsilini yarımçıq qoyub. Bu ehtimaldır. Ola bilər ki, burada deyir, təhsilimi davam etdirə bilərəm. Bəlkə ali təhsil nəzərdə tutur. Bəlkə tam orta təhsilini alıb, 11-i qutarıb. Orta təhsil demək 9 deməkdir. Ona görə A ehtimaldır. Bəlkə ali təhsilini yarımçıq qoyub. Ona deyir. A ehtimal. A-nı yazırıq 3-ə. A-nı yazırıq 3-ə. Məhv olmuş təbiəti yenidən bərpa etmək mümkündür. Doğru. Ting əkməklə. Gənc oğlan ilk müəllimlik fəaliyyətinə başlayırdı. Bu ehtimaldır. What the hell? Nəysə. Deyir ki, gənc oğlan ilk müəllimlik fəaliyyətinə başlayırdı. Ola bilər ilk dəfə idi ki, buradan ilk dəfə müəllim olur. Ola bilər başqa yerdə müəllim olub. İndi çıxıb bu kəndə gəlir. Yəni ona görə ehtimaldır. C. C-ni ehtimala yazan kimi cavabımız hazırdır. Y variantı. D-də deyir ki, müəllimin yolların nahamarlığını hiss eləmir. Niyə hiss eləmir? Şaqqır, şaqqır, şaqqıl deyir maşın. D-ni yazırsınız, yanlışdır. Akif ocağı yandıran adamlar yerindəcə xeyli danladı. Yerindəcə yox. O heç bilmir kim yandırır. Sadəcə olaraq durur, ocağı söndürür. Y-də yanlışdır. B, D, Y, A-C. 64. Aha. Mətndə əvvələn rəqəm yazmış hansı cümlə altında xətt çəkilmiş cümlədəki fikrin yaranmasına əsas ola bilər. Akif sezdi ki, deyəsən gənc oğlan belə problemlərə münasibətdə onun hansısa əməlinə və hərəkətindən razılıq hiss eləyir. Baxın, orada nədən razı ola bilər? Yanan ocağı söndürməsi məsələsi var idi. Bilən baxaq. D5. Akif hisslə yerə atıldı, ayağı ilə ağaclarının birinin altının yanmaqda olan ocağı söndürməyə başladı. Bu hərəkətdən sonra müəllim onun o hərəkətindən razılıq hiss eləyə bilər də. Razılıq hiss eləyə bilər. Ona görə cavab olur 5. 5 də hansı variantdırsa o. Mən indi görürəm yəni. Bayaq görmüşdüm, prosta mesaj olaraq. 164-də oldu, cavab C variantı. 165. Hansı cümlələr mətndə nöqtələrin yerinə yazılsa, məzmun ardıcıllığı pozulmaz deyir. Bir də vərəqlərimi tərəfə qoyum. Başqa vərəqlər də var burada. Hansı cümlələr yazılsa deyir, məzmun ardıcılığı pozulmaz. Ay. Deməli, baxaq görək birinci nöqtələr hardadır. Yaxud, bax bu yol qırağındakı kötüklər vaxtilə ağac olublar. Kimin əli gəlib onlara qıymağa? Bunların heç biri insanların əlində deyil. Nə əlaqə insanların əlindədir? Zaten o da onu deyir, yazıq. Ardıcılıq pozular biri yazsan.
Belə davam eləsə kölgəsində dincəlməyə ağac tapa bilməyəcəyik, düzdür? Çünki ağacları qırırlar axı. Bu yerlərdə su dolu stəkan əlində tutan bir damcısı da dağılmır. Nə əlaqə? Nə əlaqə? Maşın dəniz səthindən 1800 nə əlaqə? Bunlar başqalarının olsaydı bəlkə də buralar daha abad olardı. Bəli, ağaclardan söhbət gedir. 2 ilə 5 cavab olur Y variantı. Həssas təbiətlidir çünki və həssas təbiətlidir çünki təbiətə laqeyd münasibəti öz problemi kimi qəbul eləyir. Yəni o deyir ki, ağacların filan kəsilməsini narazılıqla qarşılayır və öz problemi kimi baxır. Bunu yazırsınız 1-ə. 2-də deyir çünki meşədəki ocağın söndürülməmiş qalmasına əsəbləşir. 2-də də yaza bilərik ki, əsəbidir yazanlar olub bəlkə də aranızda. Amma əsəbi olduğunu düşünə bilmərik bu cümlədən. Sırf ona əsəbləşir. 2-yə nə yaza bilərik? Təbiəti sevdiyi üçün ola bilərdi. Ona görə yaza bilərik ki, təbiət sevərdir. Çünki meşədəki ocağın söndürülməmiş qalmasına əsəbləşir. Əsəbidir yazanlarınız illa ki var, amma əsəbidir yazmaq olmaz deyə düşünürəm. 167. Ətrafdakı problemlər. Akif üçün ətrafdakı problemi necə həll etməyə çalışır? Akif üçün ətrafdakı problemlər ağacların quruması filan yazmaq olar. Məsələn, şey yaza bilərik. Ağac yandırılma var deyə orada meşədə bayaq yazmışdım. Meşədəki ocağın söndürülməməsi. Problemi necə həll etməyə çalışır? Ayağı ilə söndürməyə çalışır. Akif üçün problem yolların bərbad vəziyyətdə olması. Problemin həllini nədə görür? Təhsil alaraq yol mühəndisi olmaq istəyirəm deyir axırda. Yəni yolları düzəltmək üçün yol mühəndisi olmaq istəyir. Yolların bərbad vəziyyətdə olması, həlli yolu yol mühəndisi olaraq onu aradan qaldırmaq istəyi. Deməli 1. Meşədəki ocağın yanması problemi necə həll etməyə çalışır, ayağı ilə söndürür. Akif deməli yolları pis vəziyyətdə görür, ətrafdakı problem. Yolların pis vəziyyətdə olması, Akif problemini necə həll etməyə çalışır, yol mühəndisi olmaq istəməsi ilə. 168. Tünd qara hərflər bunu dedik, bu qüsurlu cümlə idi. Onu dəyişirdiniz. Deməli, bütün fikri maşına yönəldi, məsuliyyətsiz yanaşmağa başladı. Yalnız yanlış məqamı deyir, görürsünüz. Yəni ancaq onlar düzənlir. Başqasını düzəlsə səhv götürülür. 169-da çərçivə daxilində verilmiş abzası əsasən cədvəl doldurun deyir. Abzasın üslubu xüsusiyyəti aid nümunə. Mən elə abzası üstündə göstərirəm, bir də cədvələ yazmayacağam. Silək bunu. Məsələn, təşbeh var. Yollar da insan həyatı kimidir. Bənzətmə var burada. Sonra hamarla kələkötür burada təzad yaradıb. Təzad yaza bilərsiniz. Sonra ayna bulaq epitetdir. Yolu dağıtsın, onlara qıymağa. Bunlar da bədii sualdır. Deməli, bir də deyirəm. Yol yarası ağır olur. Burada məcazlıq var, yaza bilərsiniz. Yollar insan həyatı kimidir, təşbeh. Hamar, kələkötür, antonimlik yaratdığı üçün təzad. Sonra ayna bulaq, epitet. Üstəlik suyu da yolu dağıtsın. Bədii sual. Kimin əli gəlib onlara qıymağa? Bədii sual. 170. İnsan eləmədiklərinə görə də cavabdehlik daşıyır. Bunu mətndəki Akif obrazı ilə əlaqələndirə bilərik. Çünki Akif meşədə ocağı yandırmasa da, ocağı söndürür və o etməsə də, təbiət hər kəsin təbiəti olduğu üçün öz məsuliyyətini dərk edir və cavabdehlik daşıdığını bizlərə göstərir.
Bu tərz cümlələr yazmalısınız. Bu mətnimizdir belə.